Salam əziz dördüncülər, gözəl balalar. Əgər siz Ginnesin Dünya Rekordları kitabına annotasiya yazsaydınız, necə yazardınız? Yəqin ki, hər biriniz istəyərdiniz ki, uğurunuzla, rekordunuzla adınız bu kitaba düşsün. Hansı uğurunuzla adınızın bu kitaba düşməyini istəyərdiniz? Yəqin ki, suallarıma cavab verdiniz. Keçək A tapşırığına. Rekordlar haqqında məlumatları oxuyun. Bu bilgilər hansı göstəricilərə görə Ginnesin Dünya Rekordları kitabına düşüb? Portuqaliya yığma komandasının hücumçusu Cristiano Ronaldo beynəlxalq yarışlarda rəqiblərin qapısından 111 top keçirib. Bu zürafənin adı Forester. Avstraliyada şəxsi zooparkda yaşayır. Boyu 6 metrə yaxındır. Andre janglyordur. O, gözləri bağlı halda top tutmağı bacarır. Andre bir dəqiqədə 32 top tutur. Qədir Hüseynov 6 yaşından şahmat oynamağa başlayıb. 8 yaşı olarkən Avropa çempionatının qalibi olub. Bambuq ağacının hündürlüyü 27 metrə çatır. Böyüməkdə olan bambuq ağacı bir gündə 90 santimetrə qədər uzana bilir. Ginnesin Rekordlar kitabına düşəndə Ryan Toyson 5 yaşı var idi. Balaca olsa da tez-tez öz videoları ilə paylaşır. Sonuncu paylaşımına 12 milyondan çox baxış olub. İndi biz hər məlumatdan bir cümlə seçəcəyik. O cümlə ki, Dünya Rekordları kitabına hansı göstəricisinə görə düşdüyü bəlli olsun. Cristiano Ronaldo rəqib qapısından ən çox top keçirən futbolçudur. Dünyanın ən hündür zürafəsi Forest adlı zürafədir. Janglyor Andre bir dəqiqədə ən çox əşya atıb tutan adamdır. Ən gənc Avropa çempionatının qalibi Qədir Hüseynov olub. Bir gündə ən sürətlə böyüyən ağac bambuq ağacıdır. Paylaşımına ən çox baxış olan adam Ryan Toys'dur. Ç tapşırığı. Azərbaycan Ginnesin Dünya Rekordları kitabında mətnini dinləyin. Verilmiş cədvələ əsasən qeydlər götürün və qeydlər əsasında mətni nəql edin. Mən indi dinləmə mətnini oxuyacağam. Siz mütləq qeydlərinizi götürün və qeydlərinizi götürəndə cədvəldə yer almış şəxs, tarix, rekord sözlərinə fikir verin. Yəni cədvəlin uyğun sütunlarını biz dolduracağıq. Sonra isə mətni nəql edəcəksiniz. Buyurun, qulaq asın. Ginnesin Dünya Rekordları kitabında müxtəlif ölkələrin yüzlərlə nümayəndələri haqqında maraqlı və qeyri-adi məlumatlar var. Bu ölkələr arasında Azərbaycan da var. 2004-cü ildə ölkəmizdə püskürən palçıq vulkanı kitaba dünyanın ən böyük vulkanı kimi düşüb. Əslən, Azərbaycanlı olan Fəxrəddin Vəliyev Belçikada yaşayır. 2004-cü ildə o 5 dəqiqə ərzində 20 nəfərin siluetini çəkir. Bu nailiyyətinə görə Fəxrəddin Vəliyev adı məşhur kitaba düşmüş ilk Azərbaycanlıdır. Lənkəranlı Ələsgər Həsənzadənin adı Ginnesin Dünya Rekordları kitabına düşəndə 7 yaşı vardı. 2008-ci ildə bu balaca oğlan sinəsini yerə vurmadan 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə 3000 dəfə qalxıb enir. Zərifə Salahovanın miniatür kitab kolleksiyası var. Kitabların sayı 8000-i ötüb. Onların içərisində elə kitablar var ki, qalınlığı 7-8 santimetrdən çox deyil. İçəri şəhərdə yerləşən bu kitabxanaya görə Zərifə xanımın adı 2014-cü ildə Ginnesin Dünya Rekordları kitabına düşüb.
Lirik rayon sakini olmuş, 1805-ci ildə anadan olan Şirəli Müslümovun adının 1993-cü ildə məşhur kitaba düşməsinin səbəbi onun ən uzun ömürlü insan olmasıdır. Şirəli Müslümov 168 il yaşayıb. Yəqin ki, bundan sonra da bir çox Azərbaycanlıların adı başqa rekordlara görə bu məşhur kitabda yer alacaq. İnanıram, mətni diqqətlə dinlədiniz, qeydlərinizi götürdünüz. İndi isə cədvəlin uyğun xanalarını dolduraq. Şəxs, birinci şəxs Fəxrəddin Vəliyev idi. O, 2004-cü ildə bu kitaba adını yazdırıb, rekordu 5 dəqiqə ərzində 20 nəfərin siluetini çəkirdi. Növbəti şəxs Ələsgər Həsənzadə idi. 2008-ci ildə rekordu sinəsini yerə vurmadan 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə 3000 dəfə qalxıb enirdi. Növbəti şəxs Zərifə Salahova idi. 2014-cü ildə rekordu sayı 8000-i ötüb keçən miniatür kitab kolleksiyası var. Və Şirəli Müslümov 1993-cü ildə ən uzun ömürlü insan 168 il yaşayıb. Əziz balalar, biz bugün həm də esse ilə bağlı mövzu keçəcəyik. Siz artıq esse haqqında məlumatlısınız. İndi mətni oxuyaq, sualları cavablandırmalıyıq. Öz rekorduna imza at. Nədənsə rekordçular haqqında oxumağı xoşlayırıq. Məgər ilk və ya ən olmaq çoxmu vacibdir? Axı insanların əksəriyyəti ömründə heç bir rekorda və ya ilkə imza atmır. Məgər onlar maraqsız insanlardır? Qətiyyən. İstənilən rekorda imza atmaqla insan öz qeyri-adi bacarığını nümayiş etdirir. Əlbəttə, bu çox sevindirici və qürurverici haldır. Ancaq məncə əsas məsələ qarşına məqsəd qoyub özündən nəyi isə sübut etməkdir. Bir dəfə atam mənim kompüterdə yazdığımı görüb bir mətn verdi ki, üzündən köçürüm. Sonra saatına baxıb start işarəsi verdi. Bir dəqiqədən sonra saxla dedi. Məlum oldu ki, kompüterdə yazı sürətim dəqiqədə 160 işarədir. Pis deyil, atam dedi. Məşq eləsən, peşəkarlara çata bilərsən. Peşəkarların sürəti nə qədərdir ki? Dəqiqədə 400 işarə. O gündən qarşıma hədəf qoydum, hər gün saata baxaraq 5-6 səhifə mətn köçürdüm. İndi mən klaviaturaya baxmadan 10 barmaqla dəqiqədə 280 işarə sürəti ilə mətn yığa bilirəm. Mən Ginnesin rekordlar kitabına düşmək iddiasında deyiləm. Sadəcə hər həftə rekordumu yeniləmək özümə olan inamımı artırır. Bilmirəm, bu bacarıq mənə həyatda lazım olacaqmı? Amma bir şeyi dəqiq bilirəm. Mən qarşıma qoyduğum məqsədə nail olmağı bacarıram. Əsas məsələ də elə budur. İradə və özünə inam. Suallar. Mətn hansı mövzuya həsr olunub? Müəllif mövzu ilə bağlı hansı məsələni qabardır? Müəllifin bu məsələyə münasibəti necədir? Müəllif öz fikrinə oxucunu necə inandırır? Gözəl balalar, inanıram sualların hər birinə cavab verməyi bacaracaqsınız. Deməli, mətnin mövzusu belədir ki, həyatın müxtəlif sahələrində ilk və ya ən olmaq. Növbəti sual, müəllif mövzu ilə bağlı hansı məsələni qabardır? Mətndə müəllifin qabartdığı əsas məsələ hədəfə çatmaq üçün qarşıya məqsəd qoyub nə isə sübut etməkdir. Növbəti sual, müəllifin bu məsələyə münasibəti necədir? Müəllifin fikrincə, özünə inam, özgüvən hissi olan iradəli və çalışqan hər kəs rekordçu ola bilər. Müəllif öz fikrinə oxucunu necə inandırır? Müəllif oxucunu inandırmaq üçün iradə nümayiş etdirərək kompüterdə sürətli yazı bacarığına necə yiyələndiyini nümunə gətirir. Baxın, əziz balalar, müəyyən hadisə, fakt və ya problemlə bağlı müəllifin fikirlərini əks etdirən yazı esse adlanır. Esse yazmaqda əsas məqsəd verilmiş mövzuya münasibət bildirməkdir və elə bir tapşırığı da məlumatlardan istifadə edərək esse yazmasını bizə tapşırır. Başlıq verir, tarixdə rekord və kəşflər, əsas məsələ
rekord və kəşflər olmasaydı dünya inkişaf edərdimi? Və məsələyə münasibət bildirəcəksiniz. İnsanlar rekord və kəşflərə can atmasaydı dünyada heç bir yenilik olmazdı və əsaslandıracaqsınız. Tarixdəki məşhur ixtira, kəşf və rekordlardan bir örnək. Məsələn, mən bununla bağlı esseni belə yazdım. Qədim zamanlardan bugünə kimi dünyada müxtəlif kəşflər, ixtiralar edilib. Bir çox sahələrdə birinci olmaq istəyən insanlar əzmkarlıq göstərərək ən yüksək pilləyə qalxmış, rekordçu kimi məşhurlaşmışlar. Məncə kəşflər və rekordlar olmasaydı dünya inkişaf etməzdi. Bir anlıq təsəvvürümüzə odun olmadığı dövrü gətirsək, hər şey aydın olar. Kəşflər sayəsində insanların yaşaması üçün müxtəlif ərazilər tapılıb, həyat tərzi dəyişib, əl əməyi yüngülləşib. Birincilik arzusu ilə yaşayan insanlar öz məqsədlərinə çatmaq üçün yeni rekordlara can atırlar. Ona görə də bir çox rekordlar yenilənir, rəqabət artır. İnsanlar rekord qazanmaq haqqında düşünməsəydilər, heç bir inkişafdan söhbət gedə bilməzdi. Radio, televizor ixtira edilənə qədər insanlar dünyadan xəbərsiz qalırdılar. Bugün mobil telefon, kompüter, hər növ maşınlar olmasaydı, həyat çox maraqsız, yorucu olardı. Ona görə də nə qədər ki yer üzündə insanlar var, zaman-zaman kəşf də, ixtira da, yenilənən rekordlar da bir-birini əvəzləyəcək. Və mən inanıram ki, bu dərsə qulaq asan hər bir şagirdin də öz uğuru, rekordu, kəşfi olacaq. Özünüzə inanın, özünüzdə güvən yaradın. Bu qədər uşaqlar, sağ olun.